Nəsə salamlaşlar uşaqlar. İlk başlayırıq 9-cu sualdan. Mənə ən çox verilən sualları seçib atmışam bura. AB parçası üzərindəki nöqtə deyir, onun birinin uzunluğu digərinin uzunluğunun 24% olan 2 hissəyə bölür. Bu olsun mənim AB parçam. Onun üzerine bir tane nöqtə qəbul ediblər, götürüblər və deyir, bu nöqtə onun birinin uzunluğu digərinin uzunluğunun 24% olan 2 hissəyə bölür. Məsəl üçün, uşaqlar nə deməkdir bu? Birini x qoysam, digər bunun 24% olacaq. X vurulsun 24, bölünsün 100. Yəni 0,24x. Deyir, alınan parçaların uzunluqları fərqi 76 cm olarsa, AB-nin uzunluğunu tap. Böyük olan kiçik olanı çıxacağım. Təbii ki, x çıxılsın 0,24x bərabər 76-ya. 0,76x bərabər 76-ya. Hər tərəfi 100-ə vursan və 3-dən canını qurtarmaq üçün 76x bərabər 76 vur 100. X-lər apardın, x-in cavabına qaldı 100. Demək, bu hissə 100 imiş. Bu hissə isə 0,24 vurulsun 100 imiş. 24 imiş yəni. AB-nin uzunluğu uşaqlar olacaq 100 ilə 24-ün cəmi 124. 17-ci sual. S nöqtəsi AB parçasının orta nöqtəsidir. S nöqtəsi AB parçasının orta nöqtəsidir. Yəni tən olaraq yarı bölür. Deyir ki, D nöqtəsi isə S ilə B arasında yerləşir. D nöqtəsi yerləşsin S ilə B arasında. AD-nin uzunluğunu bu veribdir sənə. Bax, buradan bura qədər olan məsafəni veribdir A hərfi. BD-nin uzunluğu uşaqlar, bax, buradan bura qədər olan hissəni veribdir B hərfi. Və D-sini deyir tap. Bu hissəni tapacaqsan. Sən ümumi olaraq bilirsən ki, AB parçanın uzunluğu artıq var səndə. A üstəgəl B-dir. Və S nöqtəsi uşaqlar bunu yarı bölür. Yəni buradan bura qədər olan hissənin uzunluğu A üstəgəl B bölünsün 2 olacaq. Həmçinin buradan bura qədər olan hissənin uzunluğu A üstəgəl B bölünsün 2 olacaq. Və nə istəyir bu? Deyir ki, D-sini tap. Bu hissəni istəyir. Bu hissəni tapmaq üçün nə edirsən? SB-dən çıxarsan DB-ni. SB çıxılsın DB bərabərdir CD-yə. SB-nin uzunluğunu bilirsən, BD-nin uzunluğunu bilirsən, çıxacaqsan. Adi ortaq məxəci sual verəcək uşaqlar. A üstəgəl B bölünsün 2-dən çıxacaqsan DB-ni, B-ni. Ortaq məxəcə gətirsəm, ortaq məxəc 2-dir. Hər tərəfini 2-yə vurmuş oldum. Alındı A çıxılsın B bölünsün 2. Cavab yəni C bəndi. Bu da eyni şeydir. Sadəcə burada bir dənə cümlədə sağda sözlə istifadə edirik. Gəlin bunu da yazaq. S nöqtəsi AB parçasının orta nöqtəsidir. Yenə eyni şərt veribdir. Demək, S nöqtəsi AB-nin tən orta nöqtəsidir. D nöqtəsi isə AB düz xətti üzərində B nöqtəsindən sağda yerləşir. Bu da olacaq sənin D nöqtən. AD-nin uzunluğunu uşaqlar tam parçanın uzunluğunu belə veribdir. A hərfi. B-dən uzunluğunu B hərfi veribdir. Buranın uzunluğunu B veribdir. Mənə lazım burada AB-nin uzunluğu. AB-nin uzunluğu nə qədər olacaq? AB-nin uzunluğu olacaq uşaqlar. Bax, bu AD-dən A-dan, yəni tam olaraq bax, buradan bura qədər olan məsafədən çıxmalısan buranı. Bu oldu səndə AB parçasının uzunluğun. Və D-sini istəyir. Əvvəlcə S neyinirdi bunları yada salaq? S orta nöqtəsi idi. AC ilə SB-nin uzunluqları eynidir və AB-nin yarısına bərabərdir. AB-nin uzunluğu A çıxılsın B olduğu üçün burada olacaq A çıxılsın B bölü 2. Bu məsafəndə olacaq A çıxılsın B bölü 2. Və mənə nə istəyir? Axırda D-sini istəyir. Bax, bu ştrixlənmiş hissə nəyə bərabərdir? BD-nin uzunluğu ilə BC-nin uzunluğunun cəminə. B-dən uzunluğu uşaqlar B hərfidir. BC-nin uzunluğu isə A çıxılsın B bölünsün 2-dir. Ortaq məxəcə gətirsək, 2B üstəgəl A çıxılsın B. Bu da verəcək B üstəgəl A bölünsün 2. B bəndi. AB parçası A nöqtəsindən başlayaraq, bu AB parçamdır. A nöqtəsindən başlayaraq S nöqtəsi ilə 4-5 nisbətlə bölünübdür. Demək, S nöqtəsi gəldi bunu 4K və 5K nisbətində böldü. Keçirəm ikinci cümləsinə. Deyir, D nöqtəsi ilə isə 7-2 nisbətlə bölübdür. Bunu aşağıdan qeyd edirəm, uşaqlar qarışmasın beynimiz. AB parçası D nöqtəsi vasitəsilə 7K-nın K yazmaq haqqımız yoxdur artıq. 7M yazaq. Bir də 2. 7M və 2M olan hissələrə bölünübdür. AC-nin uzunluğunu sənə 8 verir. Demək, 4K-nın uzunluğunu sənə veribdir.
K'nın cavabına qalacaq 2. Ümumi olaraq parçanın uzunluğu neçə verəcək sənə? 4K ilə 5K'nın cəmi 9K əgər AB parçanın uzunluğudursa, 9-u 2-yə vuracağam. AB parçanın ümumi uzunluğu uşaqlar sizə verəcək 18. Həmçinin 18 bərabərdir 7M üstəgəl 2M-ə. 18 bərabər 9M-ə. M-nə cavabına həmçinin 2 qaldı. Artıq M də 2-dir. Bizdən CD-nin uzunluğunu istəyir. Demək, M-in cavabı 2 isə burasına qaldı 4, burasına qaldı 14. CD-nin uzunluğunu istəyir. Neyniyərəm? 14-dən çıxaram. Bu hissənin 8-i. Cavab eləyəcək 6. 22-ci sual. Diaqramda müxtəlif düz xəttlər üzərinə qeyd olunmuş nöqtələrin və onların əmələ gətirdiyi şüaların sayı haqqında məlumat verilmişdir. Nöqtələrin sayları uşaqlar burada verilibdir. Bu da şüaların sayıdır. Şüa sayısı necə idi? 2 vurulsun nöqtə. Nöqtələrin uşaqlar 2 qatları qədər şüa sayı yaranır. İndi M-də nöqtə sayını 4 verdiyi üçün 2-ni vuracaqsan 4-də M-in cavabı 8-dir. K hərfində 3-ün 2 qatı eləyəcək 6. 2-nin 2 qatı eləyəcək 4. Və burada hər tərəf fikir ver, sənə verməyibdir. Birinci L yazıb. 4 üstəgəl 8 çıxılsın 6. 6 eləyəcək cavab. Düz xətt üzərində ardıcıl olaraq ABCDY nöqtələri verilmişdir. Və deyir uşaqlar, AB üstəgəl BC-nin cəmi 32-dir. Bura x qoyaq, bura y qoyaq. X üstəgəl y bərabər 32-yə. AB üstəgəl CD. CD-də bir z yazaq. X üstəgəl z bərabər 30-a. 2AB, yəni 2x çıxılsın dy. D-yə də k hərfi qoyaq uşaqlar. 2x çıxılsın k bərabər 4-ə. Və ay-ın uzunluğunu verib. Yəni hamısının cəmini verib sənə. Başlayaq işləyək. X üstəgəl, y üstəgəl, z üstəgəl K-nın cavabını veribdir 78. Nə edə bilərik burada? X üstəgəl y-in cavabı həmçinin gəl bunları bir dənə toplayaq tez. Toplasaq olacaq 2x üstəgəl y çıx z bərabər 30 ilə 32-nin cəmi 62. Və bunları tərəf-tərəfə çıxsaq 2x-lər getsin. Mənfi k çıxdığımızı unutma. Çıxılsın y üstəgəl z bərabər 4 çıx 62 mənfi 58 verəcək. Bu ifadəni altdan yazsam. Mənfi k çıxılsın y çıxılsın z bərabər mənfi 58-ə. Və bunları uşaqlar tərəf-tərəfə toplasam. K-lar getdi, y-lər getdi, z-lər getdi. Qaldı sadəcə və sadəcə x. 78 ilə mənfi 8-in cəmi isə 20 verəcək sənə. Və D-yə istəyirdi bu. D-yə K hərfidir uşaqlar. Biz x-i tapmışıq. Aparıb burada yerinə qoyacağam. Bunu sənin üçün də qıraqdan yazıram. 2x çıxılsın K bərabər 4 idi. X-in qiymətini 20 tapsın axı. 2 vur 20, 40 çıxılsın K bərabər 4. K-nın cavabına qalacaq 36. Yeni sual idi uşaqlar bu. 26-cı sual. Bu köhnə sualdır, amma çox tez-tez verilir bu sual. AB parçasının bir ucundan demək, bu olsun mənim AB parçam. Bir ucundan AB-nin uzunluğunun 20% kəsilərək AD parçası. Belə deyək də. Bunun AB-nin uzunluğu qıraqdan yazıram. X olsa, bu isə kəsiləcək. 20% qədər kəsilir. X-in 20%-i 0,2x olmaq deməkdir. Bu getdi. Yerdə qaldı demək 0,8x uşaqlar. Hal-hazırda AD-nin uzunluğu 0,8x-dir. Digər ucundan isə AB-nin uzunluğunun, yəni 0,8x-in yox, x-in 70%-i artırılaraq, yəni bu artırmanı mən sizə göstərim. Deyək ki, 70% artırıldı və D parçası alınıbdır. Y burada, D burada. 70% artırmaq isə uşaqlar, burada Y-nin uzunluğu nə qədərdir, nə qədər artırılıbdır. Yəni, bax, bu hissə, dalğa var hissə. X-in 70% artırmaq, X-in 170%-ni tapmaq deməkdir. Yəni, 1,7x olacaq. 1,7x. Və D, Y parçası alınıbdır. Deyir ki, D-nin uzunluğu 60-dır. Demək, AB-nin öz uzunluğu X idi. 0,2x çıxdı. Yerdə qaldı 0,8x. D-nin uzunluğu bu ilə bunun cəmidir. 1,7x üstəgəl 0,8x bərabər 60-a. 2,5x bərabər 60-a. Hər tərəfi 2-yə vursam 5x bərabərdir 120-yə. X-in cavabına qaldı 24. Məndən AB-nin uzunluğunu istəyir. X-dən işarə etmişdik. Cavab oldu 24.
27-ci suala gəlin baxaq. Düz xəttdən 3 sm məsafədə yerləşən nöqtədən, bu mənim olsun uşaqlar düz xəttim. Bu olsun həmin nöqtəm. Məsafəsi deyir 3-dür. Məsafə deyirsə tez hündürlük qeyd elədik. Bu nöqtədən bu düz xəttlə uzunluqları 5 sm olan 2 maye çəkilibdir. Bu nöqtədən demək ki, maye çəkilibdir. Uzunluqları bunların 5 imiş. Həmçinin bunun uzunluğu 5-dir. Pifaqordan tez buranı tapdım 4. Deyir, mayələrin oturacaqları arasındakı məsafəni tap. Uşaqlar, bu maildir. Mailin oturacağı buradır. Həmçinin bu sənin mailindir. Mailin oturacağı bax buradır. Bu sənin oturacağındır. Oturacaqlar arasında qalan məsafə verəcək 4-4-ün cəmi 8. Belə bir fəzaya aid olan sualdır. 32-ci sual. Düz xətt üzərində olan 8 nöqtəni əmələ gətirdiyi parçaların sayı şüaların sayı 2%-dir. Burada parça sayını böləcəksən şua sayına, vuracaqsan 100%-ə. Sənin işin budur. Parçaların sayını tapmaq üçün parça sayını bilməlisən. N vurulsun, N çıxılsın 1, bölünsün 2. Şua sayısı isə 2N-dir. Başlayaq. 8 vurulsun, 8 çıxılsın 1 böl 2. 8 vurulsun 7 bölü 2. 56'nın yarısı 28'dir. 28 bölünsün. 2N. 2 vurulsun 8 16'dır. 28'i 16'ya bölüp 100'e vurmalıyam uşaqlar. Bunu silim. 28'i 16'ya bölüp 100'e vurmalıyam. 4 yaparsam 4, 4 yaparsam 7, 4 yaparsam 100'dən 25 qalacaq. %75%. AB parçası üzərinə götürülmüş C nöqtəsi, onu A nöqtəsindən başlayaraq, demək AB parçası üzərinə götürülmüş C nöqtəsi, A nöqtəsindən başlayaraq 2 nisbətində 2K, 3K, 2K buradır, 3K buradır uşaqlar. AB parçası bu düz xətt üzərində hər iki ucdan 5 sm artırılarsa deyir. Bu da 5 sm-dir, bu da 5 sm olaraq artırılıbdır. Bu səfər uşaqlar MC-nin SK-yə nisbətini verib sizə 3/4. Demək, mən nə edəcəyəm? 5 üstəgəl 2K bölünsün 5 üstəgəl 3K bərabər 3 bölünsün 4-ə. 20 üstəgəl 8K bərabərdir 15 üstəgəl 9K-ya. 5 bərabər olacaq K-nın qiyməti. Mənim AB-ni istəyir. AB-nin uzunluğum olaraq 5K-dır. K-nın yerinə 5 qoysaq, cavab olacaq 25. 6-cı sual. Beta kör bucaq, qamma açıq bucaq olarsa, alfa bucağının dərəcə ölçüsünü ala biləcək ən böyük qiyməti tapın. Mənə alfanı istəyir uşaqlar. 300-dən çıxacağam beta ilə qammanın cəmini. Özdə alfanın daha böyük qiymətini istəyir. Alfanın qiymətinin böyük alması üçün gərək 300-dən daha kiçik bir cavab çıxın. Yəni bu hissənin cavabı daha kiçik alınsın. Beta kör bucaqda. Kör bucaqların ən kiçiyin yerinə mən 91 qoya bilərəm. Qamma açıq bucaqda. Açıq bucağın versiyası yoxdur, ancaq 180 dərəcə olacaq. 300-dən çıxacaqsan 91-dən 180 cəmi. Belə bir sual uşaqlar. A bəndi. %52'ye bərabər olan ABC bucağının açıq bucaqdır. 152'dir. ABC bucağının tərəfləri arasından ixtiyari BD şüası keçirilibdir. Keçdim uşaqlar, BD şüası olsun. ABD bucağının və DBC bucaqlarının tənbürənlərinin əmələ gətirdiyi bucağın qiymətini tapan. Bunun tənbürəni bu xətdir, bunun tənbürəni bu xətdir. Bizdən uşaqlar istəyir, demək haranı? Bizdən istəyir, bax bu hissəni. Bu hissəni istəyir uşaqlar bizdən. Mən inəcəm. Bura x qoyuram, bura x qoyuram, bura y qoyuram, bura y qoyuram. Bizə x-dən y-ın cəmi lazımdır. Burada bunu qıraqdan yazıram. Bilirəm ki, 2x üstəgəl 2y bərabər olmalıdır 152-yə. X-dən y-ın cəmi isə 152-nin yarısı 76 verəcək. X-dən y-ın cəmi 76 imiş. Çox verilən sualdır. Hər dərs verilir bu sual. AOB çıxılsın. AOS. Hər dəfə uzun uzadı yazmamaq üçün AOB-yə x qoyuram, buna y qoyuram, buna isə z olaraq işarələyə uşaqlar. X çıxılsın AOS, yəni z bərabər 28-ə, AOB x çıxılsın BOS, y bərabər 41-ə.
və bunları sənə verib. Sən isə özün bilirsən ki, bu tam bucaqdır. Hər üçünün cəmi, demək x üstəgəl, y üstəgəl, z-in cəmi sənə verməlidir 360 dərəcə. Tərəf-tərəfə sistem tənliyə girsək, y-lər islah getdi, z-lər islah getdi. Qaldı 3x-in qiyməti 28 üstəgəl 41 üstəgəl 360-a. Belə bir tənlik, x-in cavabı 143-dür. Bizdən AOC-ni istəyir uşaqlar. AOC z-lə işarə olunubdur. X-in cavabı 143-dürsə, apar burada yerinə qoy, z-i tap. Olacaq 143 çıxılsın z bərabər 28-ə. Z-in cavabına qaldı 143 çıx 28. 17-ci sual uşaqlar. A, B düz bucaqdır. Və OD və OY şuaları isə uyğun olaraq AOC və BOC bucaqlarının tən bölənləridir. DOC bucağını və YOC bucağını veribdir. DOC bucağı ilə YOC bucağının cəmi tən bölən söhbəti varsa 45 dərəcə verəcək. Çünki 90 dərəcə var burada. Təsəvvür edək ki, bura adı, bura adı, bura B-dir, bura B-dir. 2A üstəgəl 2B-nin cavabı 90-dırsa, A üstəgəl B-nin cavabı 45-dir. Yəni, bura ilə buranın cəmi 45-dir. Bu belə uşaqlar. Yəni, DOC bucağı ilə YOC bucağının cəmi 45-dir. O tez yazıram sənin üçün. 2x üstəgəl 3y üstəgəl 3x üstəgəl y bərabər 45-ə və 5x üstəgəl 4y bərabər 45-ə. Bu qalsın yaddaşda uşaqlar. Və başqa nə var? Deyir ki, DOC və YOC bucaqlarının biri digərindən 5 dərəcə kiçik olarsa. 5 dərəcə kiçik olmaq, bilmirəm də hansından kiçikdir. Bir dəfə bunu qəbul edəcəyəm kiçik olaraq. Bir dəfə bunu kiçik olaraq qəbul edəcəyəm. Çünki onsuz da ala biləcək qiymətlərin cəmini istəyir. Yəni, 2 halın olmalıdır burada. Başlayaq işləyək. Birini qırmızıdan işləyəcəm. Demək olacaq bir dəfə 2x üstəgəl 3y. Bir dəfə bunu kiçik qəbul etsəm, bunun üzərinə 5 gəlməliyəm. Bunun ehtiyacı var böyüməyə. 3x üstəgəl y olduğu kimi qalacaq. Hər şeyi sol atsaq, mənfi x üstəgəl 2y, 5-də atıram sağa, mənfi 5 versin. Buna toxunmayacaqsan, olduğu kimi qoy qalsın burada. Bir də uşaqlar keçirəm o pis tərəfə. Bir də bunu kiçik qəbul etsəm, 3x üstəgəl y, bunun üzərinə 5 əlavə etsək, misalın cavabı 2x üstəgəl 3y bərabər olacaq. Atsaq sol tərəfə, x çıxılsın 2y bərabər mənfi 5-ə. Bu da uşaqlar bizim ikinci nəticəmizdir. Davam eləyək. Nə edəcəyəm? Aparıb bununla tənlər sistemə girəcəyəm. Bir dəfə yazıram 5x üstəgəl 4y bərabərdir 45-ə. Bir dəfə isə uşaqlar, birinci bunu yazım da, yazaq daha doğrusu. Mənfi x üstəgəl 2y bərabər mənfi 5-ə. Aşağını 2-yə vuracaqsan. 5x üstəgəl 4y bərabər 45. 2-yə vursaq mənfi 2x, 2-yə vurduq 4y, 2-yə vurduq mənfi 10. Tərəfə çıxacaqsan. 5x çıx 2x eləyəcək 7x, 45 çıx mənfi 10, 55 verəcək. X-in cavabı 55 böl 7-dir uşaqlar. Mənə x cəmi haqqında məlumat istədiyi üçün bir dəfə y tapmalıyam. Harada aparaq yerinə qoyaq? Elə bunun özündə də, yəni bax burada aparıb yerinə qoysam, x yenə mənfi 55 böl 7 qoysaq, olacaq mənfisi var. Mənfi 55 böl 7 üstəgəl 2y bərabər mənfi 5-ə. 2y-nin cavabı bərabər olacaq. Mənfi 5 üstəgəl 55 böl 7. 2y-nin cavabı ortaq məxrəc ilə gətirəcəksən, işləyəcəksən. Mənfi 35 üstəgəl 55. Yəni 20 böl 7 bərabər oldu 2y-ə. Aparsan ixtisar bunları, y-nin cavabına qalacaq 10 böl 7. Və bu ilə bunun cəmi uşaqlar 65 böl 7 verir. X üstəgəl y-nin cəmi dəfə tapdım 65 böl 7. İkinci hala gəl baxaq. İkinci halda bu heç, bu sənin nəticəndir. 5x üstəgəl 4y bərabər 45-dir. Bir də buna baxacaqsan. X çıx 2y bərabər mənfi 5-dir. Yenə aşağını 2-yə vuracaqsan. 5x üstəgəl 4y bərabər 45 toxunma. Aşağını 2-yə vursan 2x çıx 4y bərabər mənfi 10 verəcək. Bu səfər tərəfdə toxunmaq lazımdır. 7x bərabər 35-dir. X-in cavabına qalacaq 5. Mənə y lazım uşaqlar. Burada yerinə qoymaq sərf eləmir. Çünki çox böyük rəqəmlərdir. Burada aparıb yerinə qoyacağam. 5 çıxılsın 2y bərabər mənfi 5-dir. Mənfi 2y bərabər mənfi 5 çıx 5-dir. Mənfi 2y bərabər mənfi 10-dur.
Y-ın cəmi 5 qaldı və 5 ilə 5-in cəmi də bir dəfə 10-a bərabərdir. Və x üstəgəl y cəmi ala biləcək qiymətlərin cəmini tap. Bir dəfə belə bir qiymət ala bilər, bir dəfə belə bir qiymət ala bilər. Bunların cəmini istəyir. 10 üstəgəl 65 bölü 7, 10 tam 7 də 65 eləyir. Bu da 7 də 70 üstəgəl 65, 135 eləyəcək. İki düz xəttin kəsişməsinin alınan bucaqlardan 3-ü alfa, beta, qammadır uşaqlar. İki düz xətt kəsişsin. Alınan 3 bucağı verib sənə alfa, beta, qamma. Alfanın deyir qiyməti 20 dərəcə olarsa, qamma da həmçinin 20 dərəcədir. Betanın cavabı isə 160 dərəcə verəcək sizə. 2 qamma üstəgəl beta cəmi ala biləcək qiymətlərin cəmini tapın. Ya bunlar belə olacaq, uşaqlar alfa ilə qamma qarşı-qarşıya durmalıdır. Ya da ki, alfanı buraya yazmayaq, buradan başlayaq. Alfa, beta, qamma. Ya da belə olmalıdır. Alfanın cavabı 20 isə betanın cavabı 160, qammanın cavabı həmçinin 20. Nə istəyir? Deyir ki, 2 beta üstəgəl qamma cəmini ala biləcək qiymətlərin cəmini tapın. Baxaq uşaqlar. Ardıcıl olduğunu söyləmir. Bir də belə də yerləşdirə bilərəm, değil mi bunları? Alfanı bura, sonra qamma, sonra beta yazaram. Alfa 20 olanda beta bu səfər 20 olacaq. Qammanın cavabı 160-dır. Demək, alfa ilə betanı qarşı-qarşıya qoydum. Alfa ilə qammanı qarşı-qarşıya qoydum. Bir də beta ilə qammanı gəlir qarşı-qarşıya qoyaq. Beta, qamma qarşı-qarşıya olsa, alfa 20 dərəcə olsa, beta 160-dır. Bir də qamma da 160-dır. 3 cür halı var. Ya budur, alfa ilə betanın qarşı-qarşıya durduğu hal. Bu eynisdir. Ya beta ilə qammanın qarşı-qarşıya durduğu hal var. Bir də alfa ilə qammanın qarşı-qarşıya durduğu hal var. Belə. 2 beta üstəgəl qamma cəmini ala biləcək qiymətlərin cəmini tap. Burada beta 160-dır. 2 vurulsun 160. Üstəgəl bu şəkildə qammanın qiyməti 20-dir. 320 üstəgəl 20, 340 ala bilər birinci halda. Bu şəklə baxsaq, 2 beta 2 vurulsun 160. Üstəgəl qamma deyir. Qamması bunun 160-dır. Olacaq 320 üstəgəl 160. 482-ci halı var. Bir də buna baxaq. 2 beta, 2 vur 20, 40. Üstəgəl qammanın cəmi 160-dır. 200 ola bilər 3-cü halda. 3-cü halda 200 ola bilər. Ala biləcək qiymətlərin cəmini deyir. 340 üstəgəl 480 üstəgəl 200, 0. 2 yazırıq bir yadda. 3, 4, 2. 1020 B bəndi uşaqlar. 8-ci sual. Qonşu bucaqların dərəcə ölçüləri 3A üstəgəl 2 və 3A üstəgəl 4 nisbətindədir. Belə deyək də, məsəl üçün deyək ki, 5, 6 nisbətində desə nə edirdik? 5K üstəgəl 6K yazırdıq. Qonşu bucaqlar dediyi üçün 5K üstəgəl 6K-nın cəmini 180 dərəcəyə bərabərləşdirməliydik. 18 yox, 180 dərəcəyə. İndi burada 3A üstəgəl 2 və 3A üstəgəl 4 verib. Uşaqlar, burada 5-in altını sizə başlamaq üçün yazmışdım. İndi bunların yanına K hərfi qoyacağam və toplayacağam. 3A üstəgəl 2K üstəgəl 3A üstəgəl 4K bərabər 180 dərəcəyə. K-nı ortaq vuruq çıxarsan, qalacaq 3A üstəgəl 2 üstəgəl 3A üstəgəl 4 bərabər 180 dərəcə. Ölçülərin içərisini sadələşdirsək, uşaqlar 6A üstəgəl 6 bərabər 180 dərəcəyə. K-nı tapsaq buradan 180 dərəcə bölünsün 6A üstəgəl 6-dır. Kəsr ifadəsinin sötmə xərcini 6-ya bölsəm, 30 bölünsün, A üstəgəl 1 qalacaq. A ifadəsinin yeni ilə qiymətləri qoymalıyam ki, özə natural qiymətləri qoymalıyam ki, gəlsin misalın cavabı 30-a bölünsün. A-nın yerinə 1 qoysam, 1 ilə 1-in cəmi 2 bölünəcək. A-nın yerinə 2 qoysam, 2 ilə 1-in cəmi 3. 33-ə bölünəcək. A-nın yerinə 3 qoysam bölünməz. 4 qoysam bölünəcək. 4 ilə 1-in cəmi 5 eləyir. 5 qoysam 5 ilə 1-in cəmi 6 eləyir. 36-ya bölünəcək. 6 qoysaq bölünməz, 7 qoysaq bölünməz. 30-un başqa hansı böləni var? 10. 10 alınması üçün A-nın yerinə 9 qoymalıyam. 30 15-ə bölünür. A-nın yerinə 14 yazmalıyam. Və 30-un özünə bölünür. A-nın yerinə 19 yazmalıyam. 1, 2, 3, 4, 5, 6, 7. Natural qiymətlərin sayını istəyirdim. 11-ci sual var. AB açıq bucağının, bu sənin açıq bucağın. A, O, B. AB açıq bucağının təpən nöqtəsindən onunla eyni yarım müstəvidə olmaqla OS və OD şüaları çıxıb.
Biraz aşağıdan qeyd edək bunu. OS və birinci OS-ni deyir uşaqlar. OS və OD. Bax, buna fikir verin. Birinci hissəni, sonra D-ni yazmalısınız. AOS bucağının BOS bucağının nisbəti. AOS-nin BOS-yə nisbəti 2K, 7K. O birisi cümləni oxumadan yazıram. 9K bərabər 180 dərəcəyə. Açıq bucağı 180 dərəcə verəcək sənə. 180 bölü 9 eləyəcək 20 dərəcə. Burasının cavabı 40 imiş. Burasının cavabı isə 140 imiş. Və deyir ki, AOD buradan bura qədər BOD-yə bərabərdir. 7K, 2K. Bura K qoymayaq, fərqli olması üçün M qoyaq. 7 müstəqil 2 yenə 9M verir. Yenə 180 dərəcə verir. M-in cavabına qalacaq 20. Burası 140-dır, burası da 20-dir. Burası 40-dır. Haradan hara bizə? BOS-nin qiyməti 140 idi. Bura 140 idi. Bu hissəsindən 40 qaldısa, bu orta hissəsindən qalacaq 100. COD-ni istəyir bizdən. 100 istəyir. 8-ci sual. Bucaq 1 və bucaq 2-nin dərəcə ölçüləri uyğun olaraq 3 və 1 nisbətindədir. Bucaq 1 və bucaq 2. Bura 3K-dır, bura 1K-dır. Avtomatik olaraq bucaq 3-ün qiyməti 1K olacaq. Çünki bu bucaqla bu bucaq daxili çarpaz bucaqlardır. Üzr istəyirəm. Bucaq 3 ilə bucaq 1 qarşılıqlı bucaqlardır. Bucaq 1 ilə bucaq 2 isə daxili bir tərəfli bucaqlardır. Bucaq 1 ilə bucaq 2-nin cəmi, yəni 1K ilə 3K-nın cəmi 4K 180 dərəcə verəcək. K-nın cavabı 45-dir. Bura 45-dir, bura 135 dərəcədir. Bucaq 3 istəyir, cavab olacaq 45. 45 yoxdur mu? 4, 180, 45. Bucaq 3-ü deyir, tapın. 45 olmalıdır. Amma yerlərini dəyişik yazmışam. Bucaq 1 və bucaq 2-nin dərəcə ölçüləri 3, 1. Bunların yerini dəyişik yazmışam. 1, 3 yazmışam mən. Diqqətli olaq. 3, 1. 3K və 1K. Burası 3K verəcək. 45-in 3 qatı da 135 C bəndi. A, B-yə paraleldir uşaqlar. Demək, bu xəttdə paraleldir. AC-nin qiyməti 31 cm-dir. Alfa bucağı 60-dır, beta bucağı 60-dır. Açıq bucaq mənə gəlir burada uşaqlar. 60, 60, 120, orta bucaq 60 qalacaq. Bu bucaq 60-dırsa, bu bucaq 60-dır, çünki daxili çarpazdır. Həmçinin bu bucaq 60-dırsa, bu bucaq da 60-dır, çünki daxili çarpazdır. Burada mənə gəldi uşaqlar, 3 bucağımızın növü bərabər yanlı 3 bucaq. Üzr istəyirəm, bərabər tərəfli 3 bucaq hətta. 60, 60, 60 verəcək 31 sm, 31 sm. Deyir AB-nin, yəni uşaqlar, bax bu xəttin, AB-nin B düz xətti üzərində proyeksiyasını tap. Sənin B düz xəttin haradır? B düz xəttiniz buradır. B düz xətti üzərində proyeksiya uşaqlar bunun kölgəsi demək istəyir. Kölgəsini istəyir. Hündürü endirəcəksən. 100%'dir bu. Hündürü endirməlisən. Bax, sənin proyeksiyan bura düşəcək. Bura 60 dərəcə, bura 90 dərəcədir. Avtomatik olaraq bura 30 düşəcək. Buranın uzunluğu 31 bilirsən. 90 dərəcə bucağın qarşısıran tərəf hipotenuz yəni adlanır, sayılır. Bizə 30'un qarşısı lazımdır. 30 dərəcə bucağın qarşısıran katet. Bax, bu dalğa qoyduğum hissə. Bax, bu hissə qalınlaşdırıram. 31'in yarısı eləyəcək 15,5. 17 var uşaqlar. Deyir, AY təm böləndir. Çıxdı bucağı yarba-yar bölübdür. AF CD-yə paraleldir. AF, uzadıram uşaqlar paralel xətləri. CD. AF və CD paraleldir. Və AY SB-yə paraleldir. AY xətti SB xəttinə paraleldir. Paralel xəttləri uşaqlar uzatdım mən. B bucağını 50 veribdir bizə. B bucağı 50'dir. Əgər B bucağı 50'dirsə uşaqlar, bax bu da 50 dərəcəli bucaq verəcək sizə. Daxili çarpaz bucaqlardır. Bura 50'dirsə bu da 50 verəcək. Bu bucaq uşaqlar artıq oldu 100. Başqa hansı hissəmiz var? Baxın bu hissəyə. Bu hissə əgər 50'dirsə uşaqlar, onda bu hissə də həmçinin sizə 50 dərəcə verəcək. Xəttin bu hissəsi 50'dirsə, həmçinin bu hissə də sənə verəcək 50. Və 50'nin qonşusu eləyəcək 130. B bəndi. AK C ilə paraleldir. AK və CL. Uşaqlar, bu xətlər paraleldir. Uzatdım bunları. B bucağı 156'dır.
Həmçinin gəl bunda burasını uzadaq, üçbucaq yaransın. 156-nın qonşusunu tapmaq üçün 180-dən 156-nı çıxacaqsan. 24. Bu bucaq 24-dür. Baxın, xəttin bu hissəsi uşaqlar 3x-dirsə, həmçinin bu hissə sənə 3x verəcək. Əgər paralel şərti varsa ödəyir bu. 3x oldu. Bu 9x-dirsə həmçinin bu bucaq. Bu bucaqda həmçinin sənə 9x verəcək. Çünki qarşılıqlı bucaqlardır. Üçbucaq mənə gəldi burada. Üçbucağın daxil bucaqlarının cəmi 180 dərəcə verəcək sənə. 9x üstəyə gəl. Bura 3x yazmaq istəmişəm. 3x üstəyə gəl 24 bərabər 180 dərəcəyə. 12x üstəyə gəl 24 bərabər 180 dərəcə. 12x bərabərdir 180 dərəcə çıx 24 dərəcə. X'in cavabına qalacaq 13. B, A, K bucağını istəyir. B, A hərfi haradadır? B, A, K. Bizdən bu bucağı istəyir uşaqlar. 9x-in qonşusunu istəyir. Mən 9-u 13-ə vuraram. %117-nin tamamlayıcı bucağı 63 D bəndi. 20-ci sual uşaqlar eyni sualdır, eyni məntiqli sualdır. Hansı xətlər paraleldirsə o xətləri uzadırsan. Həndəsə əsaslanmışlarına maksimal olaraq uşaqlar sizə nə çətin sual salmasına asılı olmayaraq paralel xətləri uzada bilərsən. Paralel xətləri uzatdın, üçbucaq yaratdın, artıq sevinə bilərsən. Misalın həll olunub deməkdir. Burada üçbucaq yarandı uşaqlar, bax burada. Artıq burada üçbucaq yaranıbdır. BAC-ni deyir tapın. Verdiyində veribdir. Baxaq görək necə işləyə bilərik. Bu xəttin uşaqlar, bu bucaq, bax bu bucaq 160-dırsa, bax sən bu bucağın 160 verəcək sənə. 160-ın qonşusu 20 verdi. 20-dən 40-ın cəmi 60. Bu bucaq 60-dır. Hardan bildim? Üç bucağın iki daxil bucağın cəmi onlara qonşu olmayan üçüncü bucağın xarici bucağına bərabərdir. B, A, C-ni istəmişdi. Birbaşa tapdıq cavabı 60. 21-ci sual. Yeni sual uşaqlar. A, B, C, D, Y və yox, A, B, C, D bir-birinə paraleldir və Y və F düz xətlərsə kəsən olarsa paralel düz xətləri uzatmağa çalışacağım. Belə xətləri uzatdım uşaqlar. Bu bucaq 2x-dirsə, həmçinin bu bucaqda 2x olacaq. Bu bucaq uşaqlar, bu 2x olan bucaq, buradakı mənə gələn bucağın xarici bucağıdır. Həmçinin bu 2x də xarici bucağıdır. Onda üçüncü xarici bucağını tapım, ilə xarici bucaqlarla işləyək. Bir daxil bucaq 60-sa, o birisi xarici bucağı sənə 120 verəcək. Bütün xarici bucaqların cəmi, bütün fiqurlarda bütün xarici bucaqların cəmi 360 dərəcə verir. 3 bucaq da buna daxildir. 2x-dən 2x-in cəmi 4x verdi. Və 360 çıx 120, 240 verəcək. X-in cavabına qalacaq 60. Bu da 60 imiş, bu da 60 imiş. X-in cavabı 60 uşaqlar. 2x-in cavabı 120-dirsə, 120-nin qonşusu 61-ə tapdım. İndi gəlin 3 irqdən bunu eyniləşdirək. Bu xətlə bu xət uşaqlar, əgər qoyun sarı ilə işləyim bunu. Sizə uyğun lap da aydın olsun. Bax bu xətlə bu xət paraleldirsə, üçüncü bir düz xət gəlib bunu kəsibsə, burası 3y-dirsə, bu da 3y olmalıdır. Mən isə buranın qiyməti 2x idi. Demək 2x-in cavabı 3y-ə bərabərdir. X-in cavabı 60 tapmışam axı. 120 bərabərdir neçəyə? 3y-ə, y-in cavabına qaldı 40. Apar burada yerinə qoy hesabla. 3 vurulsun x, yəni 3 vurulsun 60, üstəyə gəl 2 vurulsun 40. 180 üstəyə gəl 80 eləyəcək 260. B və D-Y paraleldir. ABC bucağı, bu bucağı 110-dur. A, D, Y bu bucağı 130 verib. Demək, sən qayda olaraq bilməlisən ki, biz buna bomba qaydası demişik. İçindəkilərin cəmi 360 dərəcə verəcək. Bura 110-dur, bura 130-dursa, 110 ilə 130-un cəmi eləyəcək 240. 360-dan çıxacaqsan 240-ı verəcək sənə 120 dərəcə bu bucaq uşaqlar. Və deyir ki, AC isə BAD bucağının tən bölənidir. Bax, bu xət, bu 110 dərəcəli bucağın tən bölənidir. Onda 55 olaraq böləcək. ACM bucağını istəyir. Üçbucağın
İki daxil bucağın cəmi uşaqlar. Yəni burada 120 ilə 55-in cəmi onlara qonşuma 3-cü bucağın xarici bucağına bərabərdir. Yəni birbaşa buranın qiyməti 120 + 55-dir. 3 bucağın daxil bucaqlarının cəminə girib buranı tapıb sonra buranı hesablaya bilərdin. Mən birbaşa tapdım. Cavabı 175. Demək uşaqlar BMD-yə paraleldir. ABC bucağı 110-dur. Burada uşaqlar bax bu bomba şəkli var. İçindəkilərin cəmi 360 dərəcə verməlidir. Bunu yada salın. ADY bucağını 130 verib. Burada uşaqlar imtahana yorucu olanda sən hərfləri səhv oxumuş ola bilərsən, səhv yazmış ola bilərsən. Diqqətli oxu. AC isə BAD bucağının tən bölənidir. 110 ilə 130-un cəmi 240 verəcək. 360-dan 240 çıxanda qalacaq 120. Yəni buranı ümumi olaraq 120 tapdımsa 60-60 böləcəyəm. AC'nin bucağını istəyir. 3 bucaq əmələ gəlir uşaqlar burada. 3 bucağın 2 daxili bucağın cəmi, yəni burada 110 ilə 60-ın cəmi 3-cü bucağın xarici bucağına bərabərdir. Cavab olacaq 170 dərəcə. A, B, C bucaqları, düz xətləri bir-birinə paraleldir uşaqlar. Bax, bu düz xətləri verib bizə. AB, B düz xəttinə perpendikulyardır. Buranı verib bizə. KAD bucağı. KAD bucağı 60'dır. Bu bucaq uşaqlar 60'dır. Bu bucaq 60'dır. Avtomatik olaraq bu bucaq 60'dır. Niyə? Çünki daxili çapraz bucaqlardır. Bu bucağa qalacaq 30 dərəcə. BD-ni verib bizə uşaqlar 7,5. Əgər 30 dərəcə bucağın qarşısının kateti 7,5-dirsə, 90'ın qarşısı sənə verəcək 15. Bu qırmızının uzunluğu uşaqlar olacaq 15. ND-ni verib bizə. ND 7'dir. MN istəyir. Əmələ gəldi ana bala 3 bucaqlar. Aşağı tərəf gedirsə, bu isə qalın olan qırmızı hissə 15-7 yəni 8 verəcək. Balaca üç bucağın uşaqlar sol yan tərəfi 8'dir. Böyük bucağın sol yan tərəfi 15'dir. Balaca üç bucağın oturacağı axtarılır, bilinmir nə qədərdir x-dir. Böyük bucağın oturacağı isə 7,5'dir. Mən ixtisar aparacağam. 2 qalacaq, 8 bölü 2 eləyəcək, cavab 4. Burasının uzunluğu 4'dür. MN istəyirdim. Belə bir sual uşaqlar. A-B-yə paraleldir. Şəkildən görsənir. C-nin D-nin kəsən olduğu görsənir. Bir budur, bir də burada kəsəndir. Alfa bucağını deyir tap. Buranı istəyir. Mən bu xətləri demək paralel xətləri qəbul etsəm, bir dəfə uşaqlar kəsəni bu düz xət olaraq qəbul edirəm. Bir hansı qayda? Bax bu qaydamız. Bu bucaq alfadırsa, bu bucaqda həmçinin alfa olacaq. Qarşılıqlı bucaqlardır. Başqa nəyə bilirik? Başqa heç nəyə bilmirik uşaqlar. Bir də bu bucaq 80'dirsə, bax bu bucaq 80'dirsə, bir də bu bucaq 80 verəcək. Əmələ gəlir burada 3 bucaq, sevinməlisən. 3 bucağın daxili bucaqlarının cəmi 180'dir. Və yaxud deməlisən ki, 3 bucağın 2 daxili bucağın cəmi 3-cü xarici bucağına bərabərdir. Alfa ilə 10'un cəmi, alfa üstəgəl 10, bərabər olacaq 80'ə. Alfanın cavabı 70'dir. 33-cü sual. Burada zigzag qaydası var uşaqlar. Bura ilə buranın cəmi bura bərabərdir. Gəlin baxaq. 4x üstəgəl 2y ilə 5x üstəgəl 2y-nin cəmi buna bərabər olacaq. 4x üstəgəl 2y ilə 5x üstəgəl 2y-nin cəmi eləyəcək 9x üstəgəl 5y bərabərdir 6x üstəgəl 5y üstəgəl 18. 3x bərabər 18'ə. X'in qiyməti qalacaq cavab olaraq 6. X artıq bilirik. Bizə alfanı istəyir. Alfa haradadır? Alfa hə, burada yerləşir uşaqlar. Görəcək hesablayarıq. Baxın, bu bucaq 2x üstəgəl 6y-dirsə, bu bucaq da həmçinin 2x üstəgəl 6y-dir. X-i onsuz tapmışam. Bir də y-i tapmalıyam. Görə y-i necə hesablayarıq? A ilə B-ni paralel verib bizə. Bu xətlə bu xətti paraleldir. Bir də C ilə D paralelmiş. Uşaqlar, gəlin digər paralel düz xətlərlə uzadım. C düz xətti ilə D düz xətti paralelmiş. Bunu uzatdım uşaqlar. Nə əmələ gələcək? Bu bucaqların bərabərliğini yazmışam. Həmçinin bu hissə uşaqlar bu hissə ilə bərabərdir. Bu da həmçinin bu hissə 5x üstəgəl 3y-dir. Və 5x üstəgəl 3y-nin qiyməti isə 2x üstəgəl 6y-nin cavabına bərabərdir. Niyə? Çünki daxili çarpaz bucaqlardır. Baxın, z tərəf əmələ gəlib. Z qaydası. Və 5x üstəgəl 3y-nin qiymətini bərabərləşdirəcəyəm 2x üstəgəl 6y-ə.
Bunu atsam bu tərəfə, bunu isə bu tərəfə atsam 3x bərabərdir 3y qalır. Belə çıxır ki, x-dən y-in cavabı bərabər imiş. Biz bayaq x tapmışdıq 6. Alfanı istəyirdi. Alfanın cavabı belə bir şeydir. 2 vur 6 12 üstəgəl. Həmçinin y-in cavabını x-ə bərabər tapdığımız üçün 6 vur 6 36. Cavab eləyəcək 48 dərəcə. İki paralel düz xətt ilə onları kəsən düz xəttlə əmələ gətirdiyi daxili bir tərəf bucaqlardan biri 112-dir. Bu da 112 bucaqlar həmçinin 112-nin tamamlayıcılarını gəlin yazaq. 180 çıxılsın 112. 112-nin qonşularını yazdıq. Deyir bu bucağın tənbürəni ilə, yəni 112-dən danışır uşaqlar. Məsəl üçün buna baxacağam. Bu bucağın tənbürəni ilə ikinci paralel düz xəttlə əmələ gətirdiyi böyük bucağın dərəcəsini tap. Burada mənə gələcək uşaqlar. Bir bu bucaq, bir də bu bucaq. İndi hansı böyüksə onu götürəcəyik. 112-nin yarısı eləyəcək 56, 56. Bu bucağın qiyməti uşaqlar. Üç bucaq mənə gəlir burada. Üç bucağın iki daxil bucağın cəmi. Onlara qonşu üçüncü bucağın xarici bucağına bərabərdir. Yəni bu bucağın qiyməti, bax bu hissənin qiyməti 56 ilə 68-in cəminə bərabərdir. 124. Bura 124'dür. Bura təbii ki daha kiçik olacaq, iti bucaq olacaq. Mənə böyük bucaq istəyir. 124 dərəcə. Bir də belə bir sual qaldı uşaqlar geridə. Alfa beta 2 düz xəttinin kəsişməsindən alınan qonşu bucaqlardır. 2 düz xəttinin kəsişməsindən alınan qonşu bucaqlar. Alfa buradır, beta buradır. Alfanın dərəcə ölçüsünü 20% azaldıb. 20% azaltmaq uşaqlar 80%'ini tapmaq deməkdir. Alfanın 80%'ini tapdım. Azaldıb x bucağı. Bunun cavabı x imiş. Beta'nın dərəcə ölçüsü 70% artırılıb. Beta'nın 70% artırmaq 170%'ini tapmaq deməkdir. Y bucağı alınıbdır. X və Y bucaqların cəmi 180 dərəcə olarsa, alfa beta'nın ala biləcəyi qiymətlərini tapın. Məsələn, bilirsən ki, ümumiyyətlə alfa beta qonşudular. Həmçinin x ilə y-in cəmini sənə 180 dərəcə veribdir. Uşaqlar, bunları sadələşdirsəm, burada qalacaq 0,8 alfa bərabər x-ə. Bunları sadələşdirsəm, 1,7 beta bərabərdir y-ə. Gətirək burada yerinə qoyaq. Həmçinin bunların cəmi 0,8 alfa ilə 1,7 betanın cəmi həmçinin 180 dərəcə bərabərdir. Aşağının hər tərəfini 10'a vuracağım. Vergülü qiymətlərlə işləməmək üçün. 8 beta, 8 alfa, üstəgəl 17 beta bərabər 1800. 10'a vurduğumuzu unutmayın uşaqlar. Yuxarını 8'ə vuraram. Və tərəfə çıxacağım sonra. 8 alfa, üstəgəl buranı 8'ə vuram. 8 beta bərabərdir 180 vur 8. 0, 64, 4 yazıq 6 yadda 1440 verdi. Və 8 alfa üstəgəl 17 beta bərabər 1800'ə. Uşaqlar aşağıdan yuxarı gəlin çıxaq, mənfi alınmasın. 8 alfa islah getdi. 17 beta çıx 8 beta eləyəcək 9 beta. 1800'dən çıxacaqsan 1440'ı hesablama səhv eləməyə xahiş edirəm. Diqqətli olaq bu tip suallarda. Hava yeri balımız getməsin. Beta'nın cavabına qalacaq 40. Beta'nın cavabı 40'dır. Alfa beta'nın alabiləcəyi qiymətləri tapın. Beta'nın cavabı 40'sa uşaqlar alfanın cavabı avtomatik olaraq sənə verəcək 140. Qiymətləri tapın. 40'dan 140. 12-ci sualın cavabı. Bu başlığa gəlin baxaq uşaqlar. Uyğun tərəfləri paralel və ya perpendikular olan bucaqlar. Uyğun tərəfə paralel və perpendikular olan bucaqlar uşaqlar ya cəmləri 180 dərəcə verəcək. Alfa üstəgəl beta 180 dərəcə verir. Ya da bir-birinə bərabər bucaqlar alır. Yəni iki cür sənin halın var. Əgər eynicisi deyirsə, demək bunların hər ikisi ya itiymiş, ya kör imiş, yəni bir-birinə bərabər olan versiya olacaq. Əgər müxtəlif cinsdə bucaqlar olduğunu söyləyirsə, uyğun tərəfləri paralel və ya perpendikular fərqi yoxdur. Müxtəlif cinsdə, yəni biri itiymiş, biri kör imiş və yaxud da birincisi kör imiş, ikincisi itiymiş. O zaman cəmləri 180 dərəcə olacaqmış. Bunu bilməlisən, yəni. Birinci sualda uşaqlar şəklinə veribdir. Baxın, D1 D2-yə paraleldir. Birinci tərəfinə paraleldir. İkinci tərəfi isə ikinci tərəfinə paraleldir. Yəni deyə bilərik ki, uyğun tərəfləri paralel olan bucaqlardır. Baxırsan ki, hər ikisi iti bucaqdır, eyni bucaqlardır, bir-birinə bərabər olan bucaqlardır. Əgər ABC bucağının qiyməti buranı 30 veribsə, bu bucaqda 30'dur, uyğun bucaqdılar. Bu bucaqda 30'dur. Alfa beta'nın cəmi 60 verəcək. Alfa beta uyğun tərəfləri paralel olan eyni növlü bucaqlardır. Yəni
alfa betaya bərabərdir. Bu bucaqlardan birini 20% azaldıb, alfanı 20% azaltmaq 80%-ni tapmaq deməkdir. Alfa vur 80 bölü 100. Digər 60% artırsaq, 60% artırmaq onun 160%-ni tapmaq deməkdir. Yenə uyğun tərəfləri paralel olan bucaqlar alınar. Uşaqlar, burada eyni növlüydü. Hər ikisində bərabər idi, yəni. Cümlə başında elə demişdi. Birini azaltdı, o birisini artırdı. Artıq bunların bərabər olma şansı yoxdur. Demək, müxtəlif cinsli bucaqlar olacaq. Bunların cəmi 180 dərəcə hesablayacaqsan. Çünki sənin iki cür halın var da. Ya bir-birinə bərabərdir, ya da cəmlərin 180-dir. Eyni növü deyirsə bir-birinə bərabərdir. Hər ikisi iti olmuş ola bilər, hər ikisi kör olmuş ola bilər. Fərqi yoxdur. Artıq tarazlıq pozulursa, biri iti, biri kör olursa, cəmləri 180 dərəcəni 100% yoxlamalısan. Misalımızda uşaqlar, nə edək? Alfanın yerinə bet tərifi qoysaq, yəni alfa hərfinin yerinə bet tərifi qoysaq, məxrəcimiz 100-dür, ortaq məxrəcimiz. Yəni, betdən yerinə alfa qoyum. 80 alfa üstəgəl 160 alfa 240 alfa eləyəcək. Bərabər 180-ə altına 1 at, gir, tənasübə. Bu ilə bunu apardım. 24 ilə 180-i 6 yaparsam uşaqlar, burada 4 qaldı. 6 yaparsam 30 qalacaq. 2 yaparım 2 qalsın. 2 yaparım 15 qalsın. 2 ilə 10 yaparsam 5 qalacaq. Alfanı vurdum 1-ə çarpaz var tənasübdən alfa elədi. 5-i 15-ə vursaq eləyəcək 75. Bizə nə istəyir? Alfa üstəgəl beta cəmini istəyir uşaqlar. Alfadan beta olsa qiymətləri eynidir. Biri 75 isə o birisi də 75-dir. Cavab olacaq 150 dərəcə. Baxın uşaqlar, birinci sual, burada verilən birinci sual uyğun tərəflər paralel bucaqlar idi. Belə və belə. Uyğun tərəflər paralel idi. Burada isə uyğun tərəfləri perpendikulyardır. Baxın, A ilə B perpendikulyardır. A buradır, B buradır. Arasında qalan bucaq 90-dır. Və C ilə D də bir-birinə perpendikulyardır. Aralarında qalan bucaq 90-dır. Baxırsan ki, biri itidir, biri isə kördür. Burada bu alfa bucağı ilə bu bucağın dərəcə üçün cəmi 180 dərəcə verəcək. Çünki müxtəlif cinslidir. Sən bilirsən ki, 13x çıx 2y-ın cavabı 90-dır. Onu bilirsən artıq. 13x çıxılsın 2y-ın cavabı 90 dərəcə verəcək. Və 5x üstəgəl 2y-ın cavabı isə həmçinin 90 dərəcə verəcək. Tərəfləri toplasam, bunlar islah getdi. 18x bərabər 180-ə. X-in cavabı uşaqlar 10-dur. Apar burada X-in yerinə 10 qoy və yaxud da burada qoy, fərqi yoxdur. Mən uşaqlar burada yerinə qoyacağım. Rəqəmlər daha balaca görsənir. 5 vur 10 üstəgəl 2y bərabər 90-a. 2y-ın cavabı olacaq 90 çıx 50 40. Y-ın cavabı isə 20-dir. Aparaq burada yerinə qoyaq uşaqlar. 7 vur 10 70. Üstəgəl 3 vur y 60. Bura 130-dursa müxtəlif cinsli idi axı. Biri kör idi, biri isə iti idi. Bura 130-dursa bu da 180 çıx 130, 50 verəcək sənə. Alfanı istəyirdim. Alfa beta uyğun tərəfləri paralel olan bucaqlardır. Fikrinizi əsaslandırmaqla x dəqəl y cəminin deyir tapın. Eyni növlü bucaqlar və müxtəlif növlü bucaqlar olaraq söyləyibdir alfa betanı. Əgər eyni növlü bucaqlardırsa x-nin qiyməti 125-dir. Müxtəlif növlü bucaqlardırsa cəmləri 180-dir. Y-i tapmaq üçün 180 çıx 85 eləyəcək 95. X-nin y-ın cəmi 125 ilə 95-in cəmi 220. İstər uyğun tərəfləri perpendikulyar versin uşaqlar, istər uyğun tərəfləri paralel versin, fərqi yoxdur. Eyni növlüdürsə qiymətləri bir-birinə bərabərdir, müxtəlif cinslidirsə cəmləri 180-dir. Burada uşaqlar görürsünüz, deyir 2 ala baxın, çünki sizə eyni növlü və ya müxtəlif növlü olduğunu söyləmir. Alfa beta bucaqları üçün sənə şərt verir. Alfa üstəgəl 3 beta 280-dir. Birinci halda alfanı beta bərabər qəbul et. Alfa üstəgəl 3 alfa, betanın yerinə alfa qoydum. Sən istəsən alfanın yerinə beta qoya bilərdin, problem yoxdur. 4 alfa bərabər 280-ə. Alfanın cavabına qaldı 70. Bu demək ki, betanın cavabı 70-dir. Bu mənim birinci halımdır. İkinci halımda isə uşaqlar alfa ilə betanın cəmi 180 dərəcə verməlidir. İstəyir uyğun tərəfləri perpendikulyar versin. Bax, yenə vurğuluyuram. Uşaqların çox vaxt etdiyi uyğun tərəfləri perpendikulyar deyəndə cəmlərin 90 dərəcə bərabərləşdirmək istəyir. Elə qayda yoxdur. Uyğun tərəfləri perpendikulyar və yaxud da uyğun tərəfləri paralel olanda cəmləri ya 180 ya da birinə bərabərdir. Hər iki halı yoxlayacaqsan, əgər sənə ipucu verməyibsə. Və misalda verilən şərti bunun altına yazsam 280. Uşaqlar aşağıdan yuxarı çıxsam, alfalar getdi. 3 betadan betadan çıxsam 2 beta. 280 çıx 180 deyəcək 100. Alfanın cavabı 50-dir. Bunların cəmi 180 isə betanın cavabına qalacaq 130.
Ala biləcəyim qiyməti deyir tapın. 70, 70, 50, 130 oldu. Bu sualda uşaqlar görürsünüz, uyğun tərəfləri paralel olan bucaqları veribdir sənə. Sadəcə 3 dənə bucaq veribdir. Burada bu bucaq və bu bucaq birinə bərabər olduğunu bilməlisən. Və bu bucaqla uşaqlar, bu bucaq birinə bərabərdir. Bu bucaqla da bu bucaq daxili bir tərəfli bucaqlardır. Yəni cəmləri 180-dir. Bilirsiniz hansı bucaqdır uşaqlar o? Belə qoyum xəttim. Baxın, bu bucaqla bu bucaq daxili bir tərəfli bucaq sayılır. 2x üstəgəl 20, üstəgəl 3x üstəgəl 10 bərabər 180 dərəcəyə. 5x üstəgəl 30 bərabər 180 dərəcə. 5x bərabər 150-yə. X'in cavabı hazırdır 30'dur. X'in cavabı hazırsa uşaqlar 30'dursa 2 vur 30 60, 60 üstəgəl 20. Burası nə qalacaq? 80 dərəcə. Alfanın cavabı 80 dərəcə. Qammanın cavabı 80 dərəcə. Beta qaldı bizdə. Bura 80 isə bu da 180 çıx 80 100 uşaqlar. Apar yerinə qoy hesabla. Qamma bölü 2 80 bölü 2 40 eləyəcək. Üstəgəl betanın cavabı 100 uşaqlar. 100 çıxılsın işarələrə fikir ver. Burada hər tərəf fikir ver. Çıxılsın alfa. Alfa 80'dir. 100 çıx 80 20. 40'dan 20'nin cəmi eləyəcək 60. Bitdi uşaqlar. Uğur olsun.